Gəlin belə bir sualın izahına baxaq. Uyğunluğu müəyyən edin. Xürrəmlər hərəkatı. Xürrəmlər hərəkatının nümayəndələrindən Cavidan və Babək qeyd olunub və onların fəaliyyətini qeyd etməliyik bizdə aşağıda. Həştadsər döyüşündə qələbə qazanmışdır. Biz bilirik ki, Həştadsər və Həmədan döyüşləri Babəkə düşür, Cavidana düşmür. Ona görə A gedir. Əbu İmranla arasında ədavət olmuşdur. Bu doğrudur. Əvvəllər dost olur, müttəfiq olurlar, sonra isə aralarında ədavət baş verir. Bizans imperatoru ilə ittifaq bağlamışdır, Cavidana aid deyil. Babəkə fikir verək. Həmədan döyüşlərində məğlub olmuşdur. Həmədan döyüşündə məğlub olur, amma hər ikisində də yox. O səbəbdən bunu götürə bilmərik. Xəlifə Möhtəsimin qoşunları ilə mübarizə aparmışdır. Doğrudur. Xəlifə Möhtəsimlə mübarizə aparıb. 8-ci əsrin 10-cu illərində hərəkata rəhbərlik etmişdir. 8-ci əsr yox, 9-cu əsr olsaydı götürə bilərdik. Deməli, 1-ə aid olur B, 2-yə də aid olur B, yenə 1B, 2B.